Salam əziz, MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 6 iyul tarixində MİQ qəbuluna düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, əlbəttə ki, növbəti tədris ili üzrə onlayn kurikulum dərslərimizə qoşulmaq istəyənlər, həmçinin MİQ-in müsahibəsi, sertifikasiyanın müsahibəsinə qoşulmak istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Keçək suallarımıza. Vaxt itirmədən birinci sualda deyir ki, nardan internet paketi necə almaq olar? Fikir verin, burada necə sualı var. Necə sualı mən demişəm varsa da və işin icrasıyla bağlıdırsa da bunda olur prosedural bilik. Görürsünüz, necə almaq olar? Hər hansı bir işin icrası var, hər hansı bir algoritm var, hər hansı bir ardıcıllıq, gedişat var. Hər hansı bir iş, fəaliyyət həyata keçirilir. Çünki necə almaq üçün sən hər hansı bir gedişatı ona başa salmalısan. Gedişat da nədir? Prosedural bilikdir. İşin icrası var, tədbiqdir və nardan internet paketini fəndə almısan, fənlər arasında almısan, fənin daxilində almısan. Əlbəttə ki, fən üstüdür. Çünki həyatla əlaqəli bir məqamdır. Həyatda icra olunan, həyati situasiya ilə bağlı olan bir vəziyyətsə, yəni sinifdən kənara çıxdısa fən üstüdür. Sinifin içində qaldısa fən daxilidir ya da fənlər arasıdır. Üfüqi ola bilməz, məzmun xəttlər arasında əlaqə yoxdur. Şaquli ola bilməz, siniflər arasında əlaqə yoxdur. Metakognitiv biliyi ola bilməz, çünki burada hər hansı bir gördüyün işin özünün belə deyim, öz üzərində gördüyün işi onu dərk eləməyin mi deyim. Düzdür, metakognitivdə həyatla əlaqə var, ancaq özünün həyatda icra elədiyin bir işin, öz üzərində gördüyün bir işi nəzərdə tutur. Yəni, özünü yaxşı tanımağın, özünün gündəlik rejim tutmağın, özünün mənfi müsbətlərini analiz edə bilməyən, o zaman metakognitiv olardı. Burada sadəcə işin icrasını istəyir. Konseptual ola bilməz, yeni bilik yoxdur, deklarativ ola bilməz, məlumat xarakterli deyil, necəliyini istəyir. Ona görə cavabımız Y bəndə olmuş, o olur. İkinci suala baxırıq. Müəllim kiçik summativ qiymətləndirmə zamanı şagirdin köçürdüyünü görür. Bu zaman müəllim nə etməlidir? Baxın, ümumiyyətlə bu tipdə suallar çox salırlar, situasiya tipli. İndi mənə atılan situasiyalar əsasında bunları hazırlamışam. Ancaq mütləq əvvəlki videolarımıza da baxın ki, orada da bu müəllim-şagird münasibətlərini vurğulamışam dönə-dönə. Və qəbulda da hər kəsin dediyi kimi müəllim-şagird münasibətləri, yəni müəllim-şagird arasında olan situasiyalar, vəziyyətlər daha çox qəbula düşür. Deməli, burada deyir, müəllim kiçik summativ qiymətləndirmə zamanı şagirdin köçürdüyünü görür və bu zaman müəllim nə eləməlidir? Baxaq, bu şagirddə bədən kinestetik intellekti inkişaf etdirməlidir. Niyə? Səbəb nədir? Əslində bədən kinestetik intellekt inkişaf etdirmək gözəl məqamdır. Kinestetik təlimi formalaşdırır. Bəli, hətta xarici məktəblərdə də, xarici ölkələrdəki tədris müəssisələrində də buna daha çox önəm verirlər. Sadəcə bu situasiya ilə bağlı deyil. Kiçik summativ qiymətləndirməni bədən kinestetik eləyir ki, daha yaxşı köçürsün. Yəni bu düzgün yanaşma deyil. Özündə doğru fikirdir, bizim situasiya ilə bağlı deyil. Sonra B bəndində deyir, Skinnerin operant şərtlənmə nəzəriyyəsinə əsasən müəllim mənfi və müsbət gücləndiricilərdən istifadə etməlidir. Operant şərtlənmə, yəni behaviorizm nəzəriyyəsində deyir ki, müəllim mənfi müsbət gücləndiricilərdən istifadə olunur. Gücləndiricilər o zaman istifadə olunur ki, arzu olunan bir iş olsun. Baxın, arzu olunan bir iş varsa müəllim gücləndiricidən istifadə edir. Məsələn, şagird yaxşı, olimpiyadada yaxşı fəaliyyət göstərdiyinə görə müəllim ona əlavə mükafat verdi. Yəni, arzu olunan bir işə əlavə yeni bir şey əlavə elədinsə, o zaman müsbət gücləndirici olar. Və yaxud da olimpiyadada yaxşı nəticə göstərdiyinə görə müəllim onu yay imtahanından, yay tətilində əlavə tapşırıq etməkdən azad etdi. O zaman da mənfi gücləndirici olur. Cəzalandırma isə arzu olunmayanda olur. Yəni, bu vəziyyətdə cəzalandırma ola bilər, gücləndirmə yox. Ona görə B getdi. C deyir, bu şagirddə şəxslər arası intellekti inkişaf etdirməlidir. Şəxslər arası intellekt gözəldir. Sadəcə bu vəziyyətlə əlaqəsi yoxdur. O hamından bu uşağı danışdırsan köçürən, onda hamıdan köçürəcək. Ona görə düzgün yanaşma deyil. D deyir, bu şagirddə sosial bacarıqlar inkişaf etdirməlidir. Ünsiyyətlə bağlı bunun problemi yoxdur. Bunun problemi ondadır ki, bu kiçik summativ qiymətləndirməni köçürür. Müəllim onun qarşısını almalıdır. Bu vəziyyət C, D, A bəndləri bizim vəziyyətlə əlaqəli deyil. Y deyir ki, Skinner operant şərtlənmə nəzəriyyəsinə əsasən şagirdə mənfi və ya müsbət cəzalandırmadan istifadə etməlidir. Bəli, doğru məqamdır. Məsələn, şagird kiçik summativ qiymətləndirmədə yoldaşından köçürdüyünə görə müəllim ona sinif
sinifdə qalıb sinifi təmizləməyi və yaxud da dipçəklərin dibini təmizləməyi ona tapşırır. Əlavə iş verir. Arzu olunmayan plus əlavə iş olanda müsbət cəzalandırma olur və yaxud da deyirəm ki, kiçik summativ qiymətləndirməni şagird köçürdüyünə görə müəllim onu nə bilim, ekskursiya aparmaqdan imtina elədi, qoymadı ekskursiyaya getsin. O zaman da mənfi cəzalandırma olur. Yəni arzu olunmayan plus hər hansı bir onu nədənsə məhrum eləməyin. O zaman da mənfi cəza olur. Yəni bu vəziyyətdə müəllim, arzu olunmayan vəziyyətdə müəllim mənfi və ya müsbət cəza verə bilər. 2 ona görə Y bəndi. Üçüncüyə baxırıq. Müzakirə zamanı şagirdlərdən biri müzakirəyə aid olmayan bir sual verir. Müəllim də bu qənaətə gəlir ki, deməli həmin şagird müzakirəni dinləmir. Müəllim bu halı necə aradan qaldıra bilər? Ada deyir ki, şagirdə sual vermək, bəli, bu düzgün yanaşmadır. Yəni uşağa sual verirsən ki, o zaman avtomatik o cavab verməyə çalışa bilər və yaxud da çəkinər ki, mən bayaqdan dinləmirəm, müəllimə necə cavab verəcəm? Yəni müəllim bu vəziyyəti bilməsi üçün və yaxud da aradan qaldırması üçün uşağa sual verəndə istər-istəməz o özünü yığışdırmağa başlayır ki, deməli müəllimin diqqəti məndədir. Mən dərsimi diqqətimi dərsə cəmləməliyəm və şagirdi bir növ ətraf mühitə əlavə fikir dağıtmaqdan yayındırır. Şagirdə sual vermək, bəli, əqli hücum üsulundan istifadə edir, beyin həmləsi üsulundan. Ha, doğrudur. Şagirdə cəza vermək xeyr, hər vəziyyətdə cəza vermək. Cəza qaydalar pozulanda verilir. Sən qayda qoyursan, pozulursa cəza ver. Prosedur qoyursan, pozulursa cəza ver. Gözlənti qoyursan, pozulursa cəza ver. Yəni ilkin olaraq cəza vermək olmaz. Qayda, prosedur, gözlənti qoy, gördün, pozulursa cəza ver. B olmaz. C-yə baxırıq. C-də deyir ki, şagirdin sualına dərs gedişində cavab vermək yox. Şagirdin sualına dərsdən sonra da cavab vermək olar. Ancaq onun fikrini yayındığında onda vurğulamaq lazımdır ki, yəni dərsdə diqqətini kənar yerlərə dağıtmaq olmaz. Yəni dərsdən sonra olmaz. Dərs gedişində olanda dərsin gedişatını pozmuş olursan. Dərsdən sonra müəllim müzakirə fərdi söhbət aparmağı məqsədə uyğundur. Şagirdi görməməzlikdən gəlmək xeyr. O zaman görməməzlikdən gəlmək olar ki, hər hansı bir dəcəl uşaqda çox dəcəllik eləyir. Yəni müəllim ona hər dəfə danladıqca o daha deyilir. Ona görə bəzən görməməzlikdən gələndə o zaman daha yaxşı nəticə əldə eləmiş olursan. O uşaq artıq o hərəkətini etməyə dayandırır. Yəni dəcəlliklə bağlı deyirəm. Bu KSG-ni görməməzlikdən gəlsə və yaxud da hər hansı bir mənfi bir şey eləyir, bu köçürür, görməməzlikdən gəlsə o daha da artırar. Şagirdə gülümsəmək xeyr, bu vəziyyətdə gülümsəməyin mənası yoxdur. Burada eləcə gülümsəsəz nə nəticə əldə eləyərik? Doğru yanaşma deyil. Cavabəndə şagirdə sual verməkdir. Dördüncü sualda isə bizdən yanlış istəyir. İnklüziv təhsilə aid yanlış fikri müəyyən edildi. Baxaq, inklüziv təhsil bilirik ki, sağlamlıq imkanları məhdud olan şagirdlərə şamil olunan bir təhsil formasıdır. Həmçinin digər şagirdləri də artıq özündə ehtiva edən bir təhsil şəklidir. Baxaq. Tapşırıqların hamısını asan tərtib etmək xeyr. Çünki sinifdə hər səviyyədən olan uşaq var. Hamısını asan eləsən, aşağı səviyyələr üçün normal ola bilər, amma yuxarı səviyyələr, orta səviyyələr üçün anormal vəziyyət. Bir yanlışdır. Bütün şagirdlərə öz səviyyələrinə uyğun maraqlı tapşırıqlar vermək. Bəli, desəydik ki, bütün şagirdlərə maraqlı tapşırıq vermək, bu yəni o qədər də ümumi yanaşmalardır, amma öz səviyyələrinə uyğun daha yaxşıdır. Çünki hamıya maraqlı versən, bəlkə yüksək səviyyəli olana maraqsız gəlir, aşağı səviyyədə olana maraqlı gəlir. Amma öz səviyyələrinə uyğun daha dəqiq konkret göstərir ki, hərənin öz səviyyəsi var. Öz səviyyəsinə uyğun da maraqlı tapşırıqlar verir. Yəni 3 cür hazırlayır. Orta səviyyə, aşağı səviyyə, yuxarı səviyyə. 2 doğrudur, bunu seçənmərəm. 2 olan variantı çıxıram, A çıxdı. 3-də deyir, uşağın başqa məktəbə keçməsini təklif etmək. Bu çox mənasız yanaşmadır. Səriştəsiz müəllimin təklifi ola bilər. Bu düzgün yanaşma deyil. 3 yanlışdır. Deməli 1, 3 cavabımız ya B-dir ya da C-dir. Davam eləyək. Çünki 1, 3 ikisindədir. Yanlışlar oradadır. 4-də deyir, sinifdə şagirdlərin əməkdaşlığına yönəlik fəaliyyətlərə üstünlük vermək. Bəli, nə qədər ki uşaqlar əməkdaşlıq şəklində fəaliyyət göstərsələr, bir o zaman da onların arasında olan bu nifaqlar, konfliktlər aradan qalxmış olar. Həmçinin də daha yaxşı bir-birinə dəstək olarlar. 4 doğrudur. Bütün şagirdlərin səviyyəsini bərabərləşdirmək ola bilməz. Çünki hər bir şagird, hər bir fərd şəxsiyyətdir. Hərənin öz xüsusiyyəti, xarakteri var. Hərənin öz öyrənmə qabiliyyəti var. Hamını bərabərləşdirə bilmərik. 5 yanlışdır. 1, 3, 5-dir. Hələ ki B ilə C
eyni gedir. 6-da deyir, fərqliliyin təbii olduğunu özündə əks etdirən yazılı ortaq dəyərlər formalaşdırmaq lazımdır. Ümumiyyətlə, ortaq dəyərləri formalaşdırmaq şifahi olmur, yazılı olur. Yaddan çıxartmayın. Testlərdə çox salırlar bunu ki, şifahi ortaq dəyərlər. Xeyr, ortaq dəyərlər yazılı olur. Müəllim onların bir növ ünsiyyət bacarıqlarını formalaşdırmaq üçün, onların xarakterlərini, buzqıran strategiyasından istifadə edib, duyğu akvariumu formalaşdırıb, onların ortaq dəyərlərini formalaşdırmaq üçün, empatiya qurmalarına zəmin yaratmaq üçün bundan istifadə edir. Yazılı ortaq dəyərlər çox önəmlidir. Kitabda da var, o haqda oxuya bilərsiniz. 6 doğrudur. Şifahi ortaq dəyər yazsaydı yanlış olardı. 7-də deyir, qiymətləndirmə meyarlarını həmin uşaqlara görə dəyişdirmək, o zaman bərabər imkanların yaradılması pozulur. Müəllim səriştəsiz müəllim olduğunu boynuna alır. Hamını qiymətlənmə meyarını sən uşağa görə müəyyən eləmsən, dəyişdirmirsən. Sən məqsədin nədir? Sən məqsəd, təlimin məqsədi var, standartı var. Dövlət sənə standart verib, məqsəd verib ki, get ondan da meyar çıxart. Yoxsa sən deyirsən ki, yox, mən həmən uşaqlara görə dəyişdirəm. Ola bilməz o. 7 yanlışdır. 8-də deyir, hər bir şagirdə müxtəlif üsullarla dəstək imkanları yaratmaq. Bəli, müəllim nə qədər müxtəlif strategiyalardan, müxtəlif iş formaları, iş üsullarından, iş formalarından, dediyim kimi iş metodlarından istifadə eləsə, bir o qədər istədiyi nəticəyə doğru gedə bilər. 8 doğrudur. Qrupları sabit saxlamaq yox. Demişəm ki, heterogen qruplar qurmalıdır. Homogen yox. Homogen sabit qrupda, heterogen qarışıq qruplardır. 9 yanlışdır. Cavab 1, 3, 5, 7, 9 ya B'dir ya C'dir. Ona baxırıq. Məktəbdə multikulturalizm haqqında maarifləndirici tədbirlər keçirmək lazımdır. Multikulturalizm nədir? Kulturalizm mədəniyyətdir, multidə çoxluq. Yəni çox mədəniyyətliyi uşaqlara aşılamaq lazımdır. Hər irqdən, cinsdən, dindən, dildən olan insanları qəbul eləmənin önəmli olduğunu vurğulamaq lazımdır. Şagirdlər arasında bu hər hansı bir spektr pozuntusu olan şagirdin uşağı sosial bullyingə məruz qoymamağa çalışmaq lazımdır ki, onu təcrid eləməyəsən cəmiyyətdən. 10 doğrudur. 11-də deyir, dərsi həmin şagirdlərin ehtiyacı üzərində qurmaq. Xeyr, sən dərsini də qurmasan ki, hər kəs bəhrələnə bilsin, müxtəlif strategiyaları özündə ehtiva eləyə bilsin. 11 yanlışdır. Məyus olan şagirdin halını olduğu kimi qəbul etmək. Xeyr, müəllim çalışmalıdır ki, empatiya qursun, özünü qarşı tərəfin yerinə qoysun və münasibətləri idarə edib bu vəziyyəti aradan qaldırsın. 12 də yanlışdır. Cavabımız olur B bəndi. 1, 3, 5, 7, 9, 11, 12. 5-ci suala baxırıq. Müəllim şagirdlərə mövzu verir. Lap yaxşı, həmin mövzuya aid təqdimat və yaxud da layihə hazırlamağı tapşırır. Şagirdlərdən biri bu tapşırığı video şəklində hazırlamaq istədiyini bildirir. Müəllim isə kim hansı üsulda istəyir hazırlaya bilər deyə cavab verir. Müəllim burada nəyi təmin edir? Baxaq. Müəllim inklüzivliyi təmin etməyə çalışsa da alınmır. Əksinə, bərabər diferensial təlimi əməl eləmiş olur. Hər bir uşağın özünün fərdi xüsusiyyəti, fərdi bacarığı olduğunu vurğulayır burada və müəllim də onu qəbul edir. İnklüzivlik təmin olunur əksinə. Müəllim burada müxtəlif strategiyalara əməl edəcəyini vurğulamış olur. Yəni müəllimin öz strategiyası var, uşağın öz strategiyası var. Müəllim də bunu qəbul edirsə, deməli inklüzivlik təmin olunmuş olur. Bir doğrudur. Bizdən deyir ki, yox, inklüzivliyi təmin etməyə çalışsa da alınmır. Elə biləm alınır deyil. Yox, alınmır, yox. İnklüzivliyi təmin etsə desəydi doğru olardı. Bu deyir alınmır, alınır axı. Çünki dediyim kimi şagirdin öz strategiyası var, müəllimin öz strategiyası var. Müəllim də onu qəbul edirsə inklüzivliyi təmin edir deməkdir. Amma bir deyil, təmin etmir, olmaz. 2-də deyir, müəllim pedaqoji prosesin tamlığı pedaqoji tələbinə əməl edir. Pedaqoji prosesin tamlığında öyrədicilik, inkişaf etdiricilik, tərbiyəcilik var. Burada məqam vurğulanmayı baxın. 2-ni götürənmərəm. 3-də deyir, müəllim nəticə yönümlü prinsipini reallaşdırır. Nəticə yönümlü prinsipi də sonda əldə edəcəyimiz nəticəni əvvəlcədən müəyyən eləməkdir. Burada da elə bir məqam vurğulanmayıb. Yəni bu vəziyyətlə əlaqəli deyil. 1, 2, 3 çıxdıq, 4-ə baxırıq. Müəllim inklüzivliyi təmin edərək, şagirdlərin maraq tələbatları nəzərə alır, öyrənməyə həvəsləndirir. Bəli, həm şagird yönümlülük var, həm dəstəkləyici mühit var, həm bərabər imkanların yaradılması var. Bəli, həm uşağı öyrənməyə həvəsləndirir. Fəaliyyətin stimullaşdırması var bu fikirdə. 4 doğrudur. 5-də deyir, müəllim şagirdlərin fikirlərinə hörmət edir. Bəli, müəllim-şagird münasibətində əməkdaşlıq, pozitiv ünsiyyətdə mütləq hörmət önəmlidir. 4-5 doğrudur. C bəndi. Çox gözəl yanaşmadır bu. 6-da deyir, tibbdə texnologiyalardan necə istifadə edilir? Fikri nəyə aiddir görək. Əlbəttə ki, necə sualı varsa proseduraldır, işin icra olunması var. Texnologiyadan necə istifadə olunur? Bu da deyir gedişatını ki, texnologiyadan belə bu gedişatları deyir, ardıcılığı deyir. Tədbiq var, prosedural var və sinifdən kənarda olan vəziyyətdir. Tibbdə texnologiyadan daşır. Tibb bizim sinifin içində deyil. Demişəm, sinifdən kənara çıxdın, qapıdan çölə çıxdın, fən üstüdür. Qapıdan içəri girdin, fən daxili, fənlər arasıdır.
Bu da fəndən çölə çıxıbdır. Qapıdan çölə çıxıb olur fən üstü. İşin icrası var. Nədənsə texnologiyadan necə istifadə edilir deyir. Burada deyə bilərsiniz ki, müəllim, nədənsə istifadə edilir deyirsə, niyə anlamaq götürmürük? Çünki burada texnologiya hər hansı bir qayda, qanun, teorem deyil. Burada işin icrası göstərilir. Amma nədənsə desək ki, qaydadan istifadə edir desəydi, hə, onda anlamaq olardı. Burada qaydalıq bir məqam yox. Texnologiyadan istifadə edir. Üzərində iş icra olunan bir məfhumdur. 6B bəndidir. 7-yə baxırıq. Müəllim şagirdlərə konfliktləri həll etməyi öyrədir. Bunun səbəbi nədir? Baxaq. Aralarında münaqişə yaranan zaman intizam proseslərini pozmadan həll edə bilmələri üçün, bəli, Golemanın emosional intellekt nəzəriyyəsində münasibətlərin idarə edilməsi komponentində bu vurğulanır ki, müəllim çalışmalıdır ki, pasiv ünsiyyət yaratsın, komanda işini formalaşdırsın, şagirdlər arasında mənfi halları aradan qaldırıb müsbətə doğru irəlilətsin. A doğrudur. Şəxsi emosiyalarından agah olmaları üçün, olmaları üçün bu özünü dərkə aiddir. Amma bizə lazımdır konfliktlərin həll olunması, münasibətlərin idarə olunması komponentindədir. B yanlışdır. Şagirdləri öz duyğularından xəbərdar olmaları üçün, bu da özünü dərkə aiddir. Şagird öz duyğularından xəbərdar olur. Amma konflikti idarə eləmək mütləq şəkildə münasibətlər idarə olunmalıdır. Şagirdləri öz hissləri haqqında düşünməyə çağırır. Bu da özünü dərkə aiddir. Şagird artıq özünü dərk eləməyə çalışır. Şagirdlərin özlərini ruhlandırmaları üçün, bəli, ruhlandırmaları üçün də bu da özlərini ruhlandırmaları deyirsə, bu motivasiya ola bilər. Uşaq özünə həvəsləndirir, ruhlandırır. Amma münaqişə, konflikt A bəndində münasibətlərin idarə olunmasında yer alır. Cavab Adır. Yəni Goleman nəzəriyyəsində yer alır bu. Goleman adı olmasa da komponentin adı burada, yəni biz onun mənasını buradan tutmalıyıq ki, şərtini verib də adını da biz özümüz vurğulayırıq. Yəni onun əsasını seçə bilirik. 8-də deyir, interaktiv dərsə aid fikri müəyyən edin. Interaktiv dərsə bilirik ki, müəllim-şagird münasibəti düzgün şəkildə formalaşır. Təlim subyekt şəklində təşkil edilir. Bəli, subyekt, obyekt yox. Müəllim-şagirdə fərd kimi yanaşır. Subyekt. A doğrudur. B-də deyir, şagirdin digər şagirdlərlə və müəllimlə əməkdaşlığına əsaslanır. Bəli, şagirdə fərd kimi yanaşılır. Doğrudur. Bizdən nə istəyir? Şagirdlərlə bərabər müəllimlər də dərsə cəlb olunurlar. Şagirdlərlə bərabər müəllimlər də dərsə cəlb olunurlar. Bu doğru yanaşmadır. Hər ikisi də əməkdaşlıq şəklində formalaşır dərsimiz. Bizdən şərtdə burada yanlış gedib, dərsə aid olmayan olmalıdır, səhv gedib. Yəni olmayan istəyir bizdən. D-də deyir, müəllim interaktivliyini təmin etmək üçün fərdi iş formasından istifadə olunur. Ümumiyyətlə, interaktiv dərsdə adı üstündə qarşılıqlı münasibət olmalıdır. Münasibətlərin idarə olunması olmalıdır. Fərdi iş forması ola bilməz. İntrovert şəxsiyyət deyil. İnteraktiv dərsdə mütləq müəllim, şagird, subyekt, şagird münasibəti olmalıdır. Fərdi iş yox, cütlərlə iş, qruplarla iş önəm daşıyır. Cavab ona görə D bəndidir. Dediyim kimi şərtdə səhv gedib aid olmayan olmalıdır orada. Y-dədir. Açıq tipli suallardan istifadə etmək, bəli, interaktiv dərsə daha da alovlandıran bir yanaşmadır bu. Açıq tipli suallardan istifadə edirsən, daha da maraqlı olur. Uşaqlar bir-birinə fikirləşirlər, araşdırırlar, cavabsız suallar verirsən. Qapalı tip odur ki, variantlı sual versən, açıq tip odur ki, variantsız versən. Hər kəs özü araşdırır. Bu da gözəl variantdır. Yanlışımız D bəndidir. Fərdi iş formasından istifadə yox, cütlərlə və yaxud da qruplarla iş forması daha məqsədə uyğundur. Cavabımız D bəndi olur. 9-a baxırıq. Şagird dərsləri dinləmir, heç bir tapşırığı yerinə yetirməyib, yarımçıq qoyur. Summativ qiymətləndirmədən belə qeyri-kafi almaq istəyir. Burada müəllim şagirdə necə yanaşmalıdır? Baxaq görək, onun problemi nədədir? A-da deyir ki, müəllim şagirdə olanları göz ardı etməyə təklif etməlidir və şagirdə motivasiya verməlidir. Motivasiya verməlidir gözəldir, amma göz ardı niyə eləsin? O zaman daha da mənfiyə gedir. A yanlışdır. B-də deyir, müəllim vəziyyətə daha pozitiv yanaşıb, şagirddə öz hisslərini adlandırma qabiliyyəti formalaşdırmalıdır. Uşaqda problem odur ki, qeyri-kafi almaq istəyir. Uşaq problemi var, müəllim də deyir ki, daha pozitiv yanaşır, öz hisslərini adlandırır. Bu düzgün yanaşma deyil. Öz hisslərini nəyini adlandırır ki, onsuz da problemi var. Müəllim vəziyyətə reaktiv yanaşmalıdır. Xeyr, proaktiv yanaşmalıdır. Demişəm, iPhone Pro olmalıdır müəllim. Proaktiv nədir? Yəni müsbət olmalıdır, planlı iş qurmalıdır. Reaktiv odur ki, plansız da əmr eləməyi sevir. D-də deyir, müəllim şagirddə özünü dərk komponenti formalaşdırmalıdır. Özünü dərk odur ki, özündən agah olur. Burada özünlük bir məqam yoxdur.
Görürük ki, qeyri-kafi almaq istəyir. Biz problemi çözməliyik. Y-də deyir, müəllim sosial məlumatlıq komponentin şərtlərinə əməl eləməlidir. Bəli, empatiya qurmalıdır, özünü şagirdin yerinə qoymalıdır ki, bu uşaq niyə belə eləyir? Çalışmalıdır ki, şagird öz hisslərini tanısın və müəllim özünü onun yerinə qoysun. Öz hisslərini tanımaq düzdür, özünü dərklədir. Ancaq müəllim empatiyadan, sosial məlumatlıq empatiya deməkdir. Empatiya komponentindən istifadə edib, özünü şagirdin yerinə qoyub problemi həll eləməlidir. Y bəndi doğrudur. Ona baxırıq, müzakirə zamanı şagirdlər gərginlik yaşayırlar. Müəllim bu vəziyyəti necə bərpa eləyə bilər? Baxaq, reaktiv müəllim belə halları normal qarşılamalı və üzərindən keçməlidir. Xeyr, reaktiv müəllim olsa plansız müəllimdir, hər şey ona normal gəlir. Anormalı belə normal görür, hamıya da əmr eləyir. Doğru yanaşma deyil. Onlardan özlərinə uyğun reglament qayda deməkdir. Onlardan özlərinə uyğun reglament, yəni qayda tərtib etməyə təklif eləməlidir. Uşaqlar da özünə xeyir eləyir, oyun eləyir. Doğru yanaşma deyil. Onlara reglamentə əməl etməyə xahiş etməlidir. Xeyr, xahiş eləmirsən. Xahiş eləsən bəlkə rədd elədi. Onların fikir bildirəndən sonra fikirlərini ümləşdirməlidir. Xeyr, yəni burada ümumiləşdirəndə bir nəticə əldə eləmirsən. Gərginlik yaşayırlar, vəziyyəti necə bərpa eləməlidir müəllim? Müəllim proaktiv olmalıdır. Bəli, proaktiv yanaşma demişəm. iPhone Pro ilə yadda saxlayın. Proaktiv olmalıdır və əvvəlcədən şagirdlərin bununla bağlı qaydalarını təqdim etməlidir. Proaktiv, plan, iPhone Pro ilə yadda saxlayın ki, müəllim planlı olmalıdır. Şagirdlərlə bağlı qaydalar təqdim eləməlidir ki, minimum 3, maksimum 5 qayda olmalıdır ki, sən nələr eləməlisən, sinifdə nələr olar, nələr olmaz, onlar vurğulanmalıdır. Y doğrudur. Yəni müəllim mütləq bunlarla bağlı qaydalar, prosedurlar, gözləntilər təqdim eləməlidir sinifə. 17, 11-ə 11-ci sualda deyir ki, şagirdə kəsirlər verilir və həmin kəsiri saniyə ilə və ya dəqiqə ilə ifadə etmək tapşırılır. Fikri, idraki sahənin hansı mərhələsində inteqrasiyanın biliyin hansı növünə uyğundur? Baxın, desəydik ki, şagirdə kəsir verilir və şagird kəsiri həll edir. O zaman tətbiq etmək və prosedural olardı. Çünki heç bir qayda, qanun, düstur yoxdur. Amma bu deyir, həmin kəsiri saniyə ilə, dəqiqə ilə ifadə elə. Saniyə dəqiqədə qaydadır, düsturdur. Bilirik bir günümüzdə neçə dəqiqə var, neçə saniyə var, neçə saat var. Yəni qaydaya əsasən eləyirsə anlamaqdır bu. Yaddan çıxartmayın bunu. Hər hansı bir işi sadəcə icra eləyirəmsə bu prosedural tətbiqdir. Amma sadəcə bir işi icra eləyib hər hansı bir qaydaya, düstura əsasən eləyirəmsə, o zaman yenə prosedural deyir, mən yerimdəcə durmuşam. Amma get mərhələni dəyiş. Mərhələ də necə dəyişir? Tətbiq etməmiz anlamı olur. Çünki qaydanı başa düşüb eləyirəm mən. Eləcə işin icrası tətbiqdir. Amma işin icrasını qaydaya əsasən eləyirəmsə, düstura əsasən eləyirəmsə, teorimə əsasən eləyirəmsə, o zaman anlamaq olur. Bəs niyə fənlər arası olur? Çünki mən bunu təsvir incəsənətlə də əlaqələndirə bilərəm. Öyrəndiyimizin şəklini dəqiqə, saniyə, kəsirdən çəkib həll eləyə bilərlər. Texnologiya fənnindən də əlaqələndirə bilərsən. Ona görə bu fənlər arasıdır. Çünki şagirdə kəsir verilir. Həmin kəsir saniyə ilə, dəqiqə ilə ifadə etmək tapşırılır. Bəlkə şəklini çəkib tapşırılır ki, şəklini çək gətir. Və ya da bunu texnologiya fənnindən də dediyim kimi müəllim əlaqələndirə bilirlər. Amma biliyimiz olduğu kimi yerində qalır. Proseduraldır. Sadəcə bu anlamaq olmalıdır, tətbiq etmək yox. Eləcə işin icrası olsa tətbiq olardı. Ümidvaram fikrimi çatdıra bildim. Bu qaydanı yaddan çıxartmayın. Sadəcə kəsri həll etmək tətbiqdir. Kəsri qaydaya görə həll etmək anlamaqdır. 11C bəndi. 12-yə baxırıq. Dəstəkləyici mühitə aid olan fikir istəyir bizdən. Görək dəstəkləyici mühitdə hansı fikirləri öz əksini tapır. Müəllimin problemi həll etmək üçün göstərdiyi yanaşma sinifdə inklüziv mühitin formalaşmasına çalışdığını göstərir. Bəli, dəstəkləyici mühit o zaman formalaşar ki, sinifdə həm inklüziv mühit formalaşsın, həm bərabər imkanların yaradılması öz əksini tapsın. Bir doğrudur. 2 də deyir, müəllim peşəkarlıq nümayiş etdirir və atdığı addımlar sinifdə pedaqoji prosesin tamlığı, pedaqoji tələbinin formalaşmasına xidmət edir. Burada ümumiyyətlə dəstəkləyici mühitdə pedaqoji prosesin tamlığı o qədər də rol almır. Orada sadəcə öyrədici, tərbiyəci, inkişaf etdirici məqam vurğulanmalıdır. Dəstəkləyici mühitin olması üçün mütləq inklüziv təlim olmalıdır, bərabər imkanların yaradılması olmalıdır. Əsas bunlar olmalıdır. Deməli, 2-ni seçənməli, çünki bu fikirlə aid deyil. Özündə doğru fikir ola bilər, bu situasiya ilə bağlı deyil. 3-də deyil, şagirdlərin hər biri, çünki pedaqoji prosesin tamlığı nədir? Deyirəm ki, müəllim uşaqlara dərsi öyrədir, ancaq onu həyatda tətbiq elətdirmir.
Məsələn, bax elə olsaydı olardı. Yəni pedaqoji prosesin tamlığı ilə o düzgün yanaşma gəlmir. Yəni özlüyündə doğru fikir deyil, sadəcə bununla uzlaşmır. Dəstəkləyici mühitdir, inklüziv təlimdir və bərabər imkanların yaradılması. Bunlar üç qardaşdırlar. Həmişə birlikdə işlənirlər. 3 deyir, şagirdlərin hər biri üçün bərabər imkanlar yaratmağa yönəlmiş fəaliyyət müəyyən zaman içərisində həmin şagirdin dərsə cəlb olunmasını təmin edəcəkdir. Bəli, bərabər imkanlar yaratmağa sən önəm verməlisən ki, ayrı seçkilik olmasın, inklüziv mühit olsun, dəstəkləyici mühit formalaşsın. 3 doğrudur. 4 deyir, müəllim şagirdlərdə tənqidi və yaradıcı təfəkkür formalaşdırmağı və yanaşmalarını əsaslandırmağı hədəfləyir. Burada məntiqi təfəkkür olur. Tənqidilik bir məqam yoxdur ki, tənqid özü yaradıcı da yanaşsın. Xeyr, bu doğru yanaşma deyil. Sadəcə məntiqi təfəkkür formalaşır burada bərabər imkanlar yaradılanda. Tənqidi ilə yaradıcı yox. 4 yanlışdır. 5 deyir, şagirdlərdə sosial bacarıqlar inkişaf edir. Bəli, Goleman nəzəriyyəsinə əsasən, sosial öyrənmə, sosial emosional öyrənmə prinsipinə əsasən mütləq uşaqlarda yumşaq bacarıqlar, yəni ünsiyyət, əməkdaşlıq, münasibətlərin formalaşması mütləq olmalıdır. 5 doğrudur. 1, 3, 5 A bəndidir cavab. 13-cü suala baxırıq. Psixomotor anlayışa aid ifadələri seçin. Psixomotor anlayış deyəndə, yəni psixomotor taksonomiyanı nəzərdə tutur. Burada qəbul etmə olmaz. Çünki qəbul etmə emosional taksonomiyadır. Ünsiyyət taksonomiyasında, effektiv taksonomiyadadır. İmitasiya olar. Bəli, psixomotor taksonomiyanın ümumiyyətlə açar sözləri imdad sözündəndir. İ imitasiya, M manipulyasiya, D dəqiqlik, A artikulyasiya, T təşkil etmə. İmdad sözündən yadınıza saxlayın. Deməli, necə oldu? İ imitasiya, D dəqiqlik, M manipulyasiya, D dəqiqlik, A artikulyasiya, T təşkil etmə. Nə deməkdir ümumiyyətlə bunlar? İmitasiya odur ki, məsələn, sən müəllimin əlinə baxıb bir iş görürsən, bu imitasiyadır. Manipulyasiya odur ki, müəllim artıq o qaydanı, təlimatı verib, sən evdə gəlib oturub o qaydaya, təlimata əsasən eləyirsən. Dəqiqlik odur ki, artıq heç o təlimata baxmadan eləyirsən. Artikulyasiya odur ki, artıq o işi icra edib əlavə özündən də bir nələrsə qatırsan onun içinə. Təbiiləşmə odur ki, artıq quşu göydə vurursan. Artıq çox professionalsan, təbiiləşmə mərhələsindəsən. Hər şeyi asanlıqla göz yumulu 2 dəqiqəyə eləyirsən. Məsələn, bizim kompüterdə yazı yazmağımız, telefonda şrifləri göz yumulu 2 dəqiqə yazmağımız təbiiləşmədir. O qədər işləmişik ki, artıq o bizdə təbiiləşib. Psixomotordur. Mesaj yazmamız psixomotordur. Göz yumulu eləyirsə psixomotor olmuş, təbiiləşmə mərhələsində olmuş olur. Yəni hamısı bizdən nə istəyir bu? Psixomotor, ona görə də cavabımız 2, 4, 5, 6, 9 olmuş oldu. Digərləri amma emosional taksonomiya aiddir. Yəni ünsiyyətlə bağlıdır. Qəbul eləyirsən, cavab verirsən, dəyərləndirirsən, təşkil edib xarakterizə eləyirsən. Yəni bu mövzu geniş mövzudur. Time izahlarında da vermişəm, oradan baxa bilərsiniz. 13 oldu D bəndi və nəhayət 14-cü suala baxırıq. 14-də deyir ki, verilmiş misalları saniyə ilə ifadə edin. Baxın, bayaqki sual kimdir? Sadəcə indi müəllimlər mənə ötürdükləri suala əsasən belə formatda hazırlamışam. Misalları, desəydi ki, verilən misalları ifadə edin. Və yaxud da verilən misalları ifadə eləyin deyirsə, orada sadəcə misalları belə deyək, ifadə etmək deyəndə şifahi desən onu həll eləyə bilərdin. Xatırlayıb da deyə bilərdin. Düzdür, burada xatırlama yoxdur, amma saniyə ilə ifadə eləyin deyirsə, sən misalları, çünki riyaziyyatla bağlı bir məqam olanda tətbiq etmə olur. Burada tətbiq etmə götürə bilərdi. Misalları ifadə edin deyirsə də. Ümumiyyətlə, orada ifadə edin yəqin yanlış gedib də, icra edin desə daha gözəl olardı. Misalları icra eləyin. Yazın və yaxud da tətbiq eləyin. Tətbiq etmə olardı. Amma saniyə ilə deyirsə, qayda var burada. Sən qaydaya baxıb eləyirsən. Ümumiyyətlə, misalları həll etmək tətbiq etmədədir. Misalları saniyə ilə həll eləyirəmsə, saniyə ilə iş icra eləyirəmsə, saniyə ilə ifadə eləyirəmsə, mən deməli anlamışam deməkdir. Müəllim elə bir misallarda məsələn, 2-ci sinifin uşaqlardır. Müəllim onlara misalı verir, deyir ifadə eləyin. Deyin, yadlarını salıb deməlidirlər, xatırlayıb deməlidirlər. Və yaxud da vurma cədvəlini necə yadıma salıb deyirəm, 2 dəfə 2, 4, 2 dəfə 9, 18, yəni yadıma salıb deyirəm, xatırlayıb deməliyəm. Bu amma saniyə ilə ifadə elə deyir, yəni qaydaya əsasən elə deyir, düstura əsasən elə deyir, teoremə əsasən elə deyir, yəni anlayıb deməliyəm. Ona görə 14-ümüz A bəndi olmuş, o olur. Bu qədər uğurlar.